Salam hörmətli izləyicilər, coğrafiya müəllimi Həmzəyev Şakir. Mən sizə bugün DİM-in 2-ci hissə test bankından Azərbaycan Respublikasının fiziki coğrafi rayonlaşdırması mövzusunda ilk 100 test tapşırığının izahatını verəcəm. Gəlin ilk sualımıza nəzər yetək. Deyir, Azərbaycan Respublikasının ucqar şimal və cənub nöqtələri. Bildiyimiz kimi Azərbaycan Respublikasının ucqar şimal nöqtəsi Balakən rayonu ərazisində Quton dağı, cənub ucqar nöqtəsi isə Astara rayonu ərazisində Astara çayı yerləşir. Yəni testin düzgün cavabı A variantı. Əgər bizdən Azərbaycanın qərb ucqar nöqtəsi soruşularsa, Sədərək rayonu ərazisində Sədərək qalxması, şərq ucqar nöqtəsi soruşularsa isə bu Bakı şəhəri Abşeron yarımadasında Şahdili ucqar nöqtəsidir. Növbəti Kiçik Qafqaz və Lənkəran vilayətinin müvafiq olaraq ən yüksək zirvələrini müəyyən edin. Bilirik ki, Kiçik Qafqaz vilayətində ən uca zirvə Camış dağıdır. Murovdağ silsiləsində ən uca zirvə Camış dağıdır, 3724. Lənkəran vilayətində isə qeyd edə bilərik ki, ən uca zirvə Talış dağlarının ən uca zirvəsi Kömürköy zirvəsidir, 2493 metr. Əgər bizdən, yəni testin düzgün cavabı B variantı ikinci test tapşırığında. Əgər bizdən Böyük Qafqaz vilayətində ən uca zirvə soruşularsa, bu Bazarcı zirvəsidir, 4466. Orta Araz vilayətində ən uca zirvə soruşularsa isə Qapıcıq zirvəsi 3904. Növbəti üçüncü sualda Böyük Qafqaz vilayətində 4-cü dövrə aid çuxurların üstünlük təşkil etdiyi fiziki coğrafi rayonlar Aznohur, Ceyrançöl, Böyük Qafqaz fiziki coğrafi rayonuna aid deyil. Həmçinin Gündüz, Qapıcıq Böyük Qafqaz vilayətinə aid fiziki coğrafi rayon deyil. Burada Böyük Qafqaz vilayətinin 4-cü dövr çuxurlarının üstünlük təşkil etdiyi fiziki coğrafi rayon Samur-Dəvətçi fiziki coğrafi rayonudur. Yəni demək olar ki, başdan başa 4-cü dövr çuxurları ilə örtülmüşdür. Qonaqkənd fiziki coğrafi rayonunda isə düzən ərazidə 4-cü dövr, Dağətəyi və Alçaq dağlıda Neogen qismən paleogen, Orta dağlıda Təbaşir, Yüksək dağlıda isə Yura çuxurları yayılmışdır. Zaqatala Laçın fiziki coğrafi rayonunda isə paleogen, Orta dağlıq ərazilərdə Təbaşir, Yüksək dağlıda isə Yura çuxurları yayılmışdır. Yəni 3-cü test tapşırığında variant D variantı. Növbəti Böyük Qafqaz təbii vilayətində olan su anbarlarını müəyyənləşdirin. Məsələn, A variantında Böyük Qafqaz vilayətində yalnız Ceyranbatan su anbarı Böyük Qafqaz vilayətində yerləşir. B variantında yenə Ceyranbatan və Aşıq Bayramlı, həmçinin Nohurqışlaq su anbarları Böyük Qafqaz vilayətində yerləşir. Məsələn, C variantında Sərsəng su anbarı Kiçik Qafqaz vilayətində yerləşir. Varvara su anbarı Kürdağarası vilayətində yerləşir. Lənkəran vilayətində məsələn Virəkçay və Xanbulan su anbarları yerləşir. Həmçinin deyə bilərik ki, Varvara Kürdağarası vilayətində yerləşir. Yəni Böyük Qafqaz vilayətində olan su anbarlarına deyə bilərik ki, Qobustan Abşeron fiziki coğrafi rayonundan, yəni Abşeronda Ceyranbatan, İsmayıllı ərazisində Aşıq Bayram, Qəbələ rayonu ərazisində Nohurqışlaq su anbarı yerləşir. Yəni testin düzgün cavabı B variantı. Növbəti 5-ci test tapşırığında Naxçıvan vilayətinin alçadağlıq sahələrində daha güclü inkişaf edən eksogen proseslər. Biz bilirik ki, Naxçıvanda əsas eksogen proseslərdən ali-denominasiyon relyef formaları geniş yayılmışdır. Ümumiyyətlə, Respublikamızda ali-denominasiyon relyef formaları əsasən Qobustan, Abşeronda, Aznohur, Ceyrançöldə və Naxçıvanın ortadağlıq ərazisində və ya alçadağlıq ərazisində geniş bir sahəni əhatə edilib. Düzgün cavab D variantı. Növbəti 6-cı sualda neft, təbii qaz, tikinti materialları ilə zəngin olan fiziki coğrafi rayonlar. Qarabağ vulkanik ərazisində neft ehtiyatları yayılmayıb, Həkəri fiziki coğrafi rayonunda neft ehtiyatları yayılmayıb, Qanı-Xəyirsayda isə neft ehtiyatları yayılmayıb. C və D variantları arasında qalsa, Samur-Dəvətçidə neft qaz ehtiyatları var, Qobustan Abşeronda da neft qaz ehtiyatları var. Həmçinin burada neft qaz və tikinti materialları hər biri Zaqatala Laçında neft qaz ehtiyatları olmadığı üçün testin düzgün cavabı D variantı. Yəni Qobustan, Abşeron və Mərkəzi aranda həm neft ehtiyatları, həm qaz ehtiyatları, həm də tikinti materiallarından zəngin bir ərazidir. 6-cı test tapşırığında D variantı. 7-ci sualda Azərbaycanın hansı vilayətində ən iri arteziyan hövzələri formalaşmışdır? Biz bilirik ki, Qafqazın ən böyük arteziyan hövzəsi Kür-Araz ovalığındadır. Kür-Araz ovalı Kürdağarı çökəkliyi vilayətinə düşür. Növbəti 8-ci sualda Böyük İşıqlı və Qızılbuğa sönmüş vulkanlarının yerləşdiyi fiziki coğrafi rayon. Biz bilirik ki, Qarabağ vulkanik ərazisində sönmüş vulkan zirvələrinə Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Axar-Baxar, Pəriçingilli, Ayçingilli kimi sönmüş vulkan konusları mövcuddur. Yəni Böyük İşıqlı və Qızılboğaz sönmüş vulkanlarının yerləşdiyi fiziki coğrafi rayon Qarabağ vulkanik yaylasıdır. 9-cu sualda Azərbaycan Respublikasının fiziki coğrafi vilayətlərini
müəyyənləşdirin. Ümumiyyətlə, Respublikamızın ərazisi fiziki coğrafi baxımdan 2 ölkə, 5 vilayət, 19 fiziki coğrafi rayona ayrılır. Respublikamızın ərazisində Quba-Xaçmaz fiziki vilayəti yoxdur. Həmçinin Respublikamızın ərazisində Qobustan vilayəti yoxdur. Gəncə-Qazax vilayəti yoxdur. Böyük Qafqaz, Kiçik Qafqaz, Kürd arası Şəki-Zaqatala vilayəti yoxdur. Testin düzgün cavabı Y variantı. Yəni Respublikamızda əsas vilayətlərə Böyük Qafqaz, Kiçik Qafqaz, Orta Araz, Kürd arası və Lənkəran vilayətlərini misal göstərmək olar. 10-cu sualda düzənlik meşələrinin yayıldığı fiziki coğrafi rayonlar. Respublikamızda düzən meşələri Samur dəvəsinin şimalında, Samur dəvəsinin şimalı və ya şollar düzündə, yəni Samur dəvəsi fiziki coğrafi rayonu ərazisində, həmçinin Qanı-Xəyri çayları, yəni Qanı-Xəyri çay fiziki coğrafi rayonu ərazisində, həmçinin Lənkəran ovalığında, Lənkəran fiziki coğrafi rayonu ərazisində yayılmışdır. Yəni Respublikamızda düzənlik meşələrinin yayıldığı fiziki coğrafi rayonlar Samur dəvəsi, Qanı-Xəyri çay, testin düzgün cavabı B variantı. Əlavə olaraq biz Lənkəran fiziki coğrafi rayonunda qeyd edə bilərik. Kiçik Qafqaz 11-ci sualda Kiçik Qafqaz təbii vilayətində hansı landşaft tipləri mövcuddur? Biz bilirik ki, ümumiyyətlə Azərbaycanda səhra landşaftı yoxdur. Kiçik Qafqazda Nival buzlar landşaftı yoxdur. Kiçik Qafqazda yarım səhra landşaftı yoxdur. Həmçinin D variantında yarım səhra landşaftı yoxdur. Qalır testin düzgün cavabı Y variantı. Dağ çöl, dağ meşə, dağ çəmən landşaftı. Ümumiyyətlə biz Kiçik Qafqaz vilayətində landşaft tiplərinin ardıcıllığına fikir versək, görək ki, quru çöllər, ondan sonra dağ çölləri, dağ meşələri, dağ çəmənləri, yəni subab af çəmənliklər və subnival landşaftlar hamısı gəlir. Kiçik Qafqaz vilayətində landşaft tiplərinin ardıcıllığını yadda saxlayan zaman belə yadda saxlamaq lazımdır ki, Kiçik Qafqaz vilayətində nival landşaft yoxdur. Bu da ondan bağlıdır ki, Azərbaycanın nival landşaftı 3900 metrdən yuxarıdan keçir. Kiçik Qafqaz vilayətində 3900-dən yuxarı zirvələr olmadığı üçün qeyd edə bilərik ki, nival buzlar landşaftlarına rast gəlinmir. Həmçinin yarım səhra landşaftına da rast gəlinmir. Ona görə testin düzgün cavabı dağ çöl, dağ meşə və dağ çəmən landşaftlarını qeyd etmək olar. Növbəti 12-ci test tapşırığında filiz faydalı qazıntıların yayılmadığı fiziki coğrafi rayon, Gəncə fiziki coğrafi rayonunda filiz faydalı qazıntılar yayılıb, Zaqatala Lahızda yayılıb, vulkanik yaylada yayılıb, Gündüz Qafqazda yayılıb. Filiz faydalı qazıntıların yayılmadığı fiziki coğrafi rayon Aznohur Ceyrançöl fiziki coğrafi rayondur. Ümumiyyətlə Respublikamızda filiz faydalı qazıntılar Böyük Qafqaz vilayətində yalnız Zaqatala Lahız fiziki coğrafi rayonunda polimetal filiz ehtiyatları yayılmışdır. Kürd arasında filiz faydalı qazıntılar yoxdur. Həmçinin Lənkəran vilayətində filiz faydalı qazıntılar yoxdur. Kiçik Qafqazın bütün fiziki coğrafi rayonlarında filiz faydalı qazıntılara rast gəlmək mümkündür. Həmçinin Naxçıvanda Gündüz Qafqaz fiziki coğrafi rayonunda filiz faydalı qazıntılara rast gəlmək mümkündür. Testin düzgün cavabı 12-ci test tapşırığında D variantı. Növbəti Azərbaycanda qış otlaqlarının yerləşdiyi əsas təbii vilayət. Bilirik ki, yay otlaqları var və qış otlaqları var. Qış otlaqları Respublikamızda yarım səhra, quru çöl iqlimində qış otlaqları yayılıb. Yəni qış otlaqlarının yayıldığı əsas təbii vilayət bu Kür çökəkliyi vilayətində qış otlaqları yayılmışdır. Növbəti 14-cü sualda antropogen landşaftın geniş yayıldığı fiziki coğrafi rayonlar. Antropogen landşaft insanın yaratdığı landşaftlar, antropogen landşaftlardır. Bunlara su anbarları, yaşayış məntəqələri, kanallar, yollar, bağlar və s. misal göstərmək olar. A variantında Qobustan, Abşeron, Qazax, Qarabağ, Kür Araz ovalığı düzənlik ərazi olduğu üçün antropogen landşaftlar geniş yayılmışdır. Yəni testin düzgün cavabı A variantı. B variantında Qonaq kənddə və Gündüz Qafqazında dağlıq ərazilər olduğu üçün təbii landşaftlar geniş yayılıb. Həmçinin C variantında Zaqatala dağlıq fiziki coğrafi rayon olduğu üçün təbii landşaftlar, həmçinin Aznohur Ceyrançöl ərazisi arid iqlim olduğu üçün az antropogen landşaftlar yayılmışdır. Qarabağ vulkanik yaylası dağlıq ərazi olduğu üçün burada təbii landşaftlar üstünlük təşkil edir. Talış və Gəncə, Dağlı Şirvan dağlıq ərazilər olduğu üçün burada təbii landşaftlar üstünlük təşkil edir. Ona görə antropogen landşaftların geniş yayıldığı ərazi sualının məntiqi Azərbaycanın düzən ərazilərində əlverişli iqlim relyef şəraitinə malik olan ərazilərdə antropogen landşaftlar geniş yayılıb, yəni 14-də A variantı. Növbəti Respublikamızda fiziki coğrafi rayonlaşdırmanın aparıldığı ardıcılıq, ümumiyyətlə Respublikamızda fiziki coğrafi rayonlaşdırma ölkə, vilayət, yarım vilayət və rayon üzrə aparılır. Yəni ölkə, vilayət, yarım vilayət və rayon cavab B variantı. Xəzər dənizindən birbaşa çıxışı olan fiziki coğrafi rayonlar, biz bilirik ki, Böyük Qafqaz vilayətinə Xəzər dənizindən çıxışı olan fiziki coğrafi rayonlara Samur dəvəsi və Qobustan, Abşeron fiziki coğrafi rayonu,
Kürdağası vilayətində bu mərkəzi alan fiziki coğrafi rayondur. Lənkəran vilayətində isə bu Lənkəran fiziki coğrafi rayonuna aiddir. Yəni, Samur dövləti Qobustan, Abşeron və Lənkəranın Xəzər dənizinə çıxışı mövcuddur. A variantı. B variantında Zaqatala Lahıcının Xəzər dənizinə çıxışı yoxdur. C variantında Qazax, Qarabağ və Talış fiziki coğrafi rayonunun Xəzər dənizinə çıxışı yoxdur. D variantında Qonaq kəndin Xəzər dənizinə çıxışı yoxdur. E variantında Kürdlü, Şirvan, Aznohur, Ceyrançol və vulkanik yayların heç birinin Xəzər dənizinə çıxışı yoxdur. Növbəti 17-ci sualda Böyük Qafqaz təbii vilayətində yerləşən gölləri müəyyənləşdirir. Ümumiyyətlə, Böyük Qafqaz vilayətində Şorsulu laqum mənşəli Axarsız gölünün adı Şabran rayonunda Ağzı-Birçala göldür. Qobustan, Abşeronda qalıq çalası tektonik suyu qalıq mənşəli göllərə qeyd edə bilərik ki, Masazırdır, Binəqədidir, Kürdaxanıdır, Böyük Şordur, Hacı Həsən kimi gölləri misal göstərmək olar. Həmçinin Qəbələ rayonunda Tufan gölü misal göstərmək olar. Yəni, Böyük Qafqaz vilayətində Böyük Şor yerləşsə də Maral göl Kiçik Qafqaz vilayətindədir, Sarısu Kürdağarası vilayətindədir, Aznohur isə Kürdağarası vilayətinə düşür. Göy göl Kiçik Qafqaz vilayətindən, Masazır Böyük Qafqaz vilayətindən, Sarısu Kürdağarası vilayətindən, Batabat Orta Araz vilayətinə düşür. C variantında Binəqədi, Böyük Şor, Masazır. Bu Böyük Qafqaz vilayətinin Qobustan, Abşeron fiziki coğrafi rayonu, Tufan gölü isə Zaqatala Lahıc fiziki coğrafi rayonunun ərazisinə düşür. Batabat Orta Araz vilayətinə, Böyük Alagöl qeyd edə bilərik ki, Kəlbəcərdə Kiçik Qafqaz vilayətinə, Canlılar-Göl Kürdağarası vilayətinə, yenə Kiçik Alagöl və Göygöl Kiçik Qafqaz vilayətinə düşür. 18-ci sualda Qonaqkənd və Həkəri fiziki coğrafi rayonlarının yerləşdiyi müvafiq təbii vilayətlər. Bilirik ki, Qonaqkənd Böyük Qafqaz vilayətində yerləşir, Həkəri isə Kiçik Qafqaz vilayətində. Böyük Qafqaz, Kiçik Qafqaz, yəni testin düzgün cavabı Y variantı. Növbəti 19-cu sualda Azərbaycanda kollektor drenaj şəbəkəsinin ən sıx olduğu fiziki coğrafi rayon. Bilirik ki, şoranlaşma prosesinin qarşısını almaqdan ötürü çəkilən hidrotexniki qurğulardan biri də kollektor drenaj şəbəkəsidir. Ən böyük şoranlaşma prosesi Küraz ovalında olduğu üçün bu sistem daha çox Küraz ovalında çəkilmişdir. Yəni testin düzgün cavabı 19-da Y variantı. 20-ci test tapşırığında Şəmkir, Sərsəng və Ceyranbatan su anbarlarının yerləşdiyi müvafiq fiziki coğrafi rayonlar. Bilirik ki, Şəmkir yerləşir Kürdağarası vilayətində, Sərsəng Kiçik Qafqaz vilayətində, Ceyranbatan isə Böyük Qafqaz vilayətində yerləşir. Yəni testin düzgün cavabı Y variantı. 21-ci sualda Orta Araz təbii vilayətinin alçaqdağlığına aid olmayan cəhət. Rütubətli əmsalının vahiddən böyük olması. Bilirik ki, Orta Araz vilayətinin alçaqdağlıq hissələri Orta Araz çökəkliyinə, yəni Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzlərinə düşür. Bu ərazilər yarımsəhra, qışı soyuq çitlən yarımsəhra quru çöl iqlimi olduğu üçün yarımsəhra quru çöl iqlimində rütubətli əmsalı vahiddən kiçikdir. Yəni bu ərazilərdə rütubətli əmsalı 300 böl 1400 rütubətli əmsalını 300 böl 1400 təxminən 0,13 rütubətli əmsalına bərabərdir. Yəni bu ərazilərdə rütubətli əmsalı vahiddən böyük ola bilməz. Testin düzgün cavabı A variantı. Günəşli saatların miqdarı çoxdur. Bilirik ki, günəşli saatların miqdarı bu ərazilərdə çoxdur. İqlim kəskin kontinentaldır. Azərbaycanda yeganə iqlimi kəskin kontinental olan ərazi Orta Araz vilayətidir. Suvarma əkinçiliyi inkişaf etmişdir. İqlim yarımsəhra olduğundan suvarma əkinçiliyi inkişaf etmişdir. Filiz faydalı qazıntılara malik olması, bəli, Orta Araz vilayəti filiz faydalı qazıntılarla zəngin bir ərazidir. Növbəti 22-ci test tapşırığında Aznohur, Ceyrançol, Talış fiziki coğrafi rayonları üçün ümumi əlamət. Sarı torpaqların yayılması bu Talış fiziki coğrafi rayonuna aid olan xüsusiyyətdir. Filiz faydalı qazıntılarla zəngin olması, heç birində filiz faydalı qazıntılar yayılmayıb. Endemik və relik bitkilər, bilirik ki, hər ikisi bu ümumi xüsusiyyətdir. Endemik və relik bitkilər həm Talışda, həm də Aznohur, Ceyrançolda yayılmışdır. Bilirik ki, Talış fiziki coğrafi rayonunda endemik relik bitkilər daha çox Hirkan Milli Parkında Dəmir ağacdır, Azaddır, Şümşaddır. Aznohur, Ceyrançolda isə Eldar Şamı qorununda, Eldar Şamı qorunur. Düzgün cavab C variantı. Bütün fəsillərdə bol yağıntılı, soyuq iqlimin hakim olması, bu heç bir, yəni burada göstərilən heç bir fiziki coğrafi rayona aid deyil. Əkinçilikdə suvarma kanallarından istifadə olunması bu heç birinə aid deyil. Növbəti 23-cü sualda Orta Araz vilayətində meşə örtüyünün zəif inkişaf etməsinin səbəbi, ümumiyyətlə, istənilən bir ərazidə meşə örtüyünün zəif inkişaf etməsinin səbəbi ərazinin iqlimin quruluğu, kontinentallığı və s. Kəskin kontinental iqlim şəraitinə malik olduğundan Orta Araz vilayətində
meşələr zəif inkişaf etmişdir. Növbəti eyni təbii vilayətin tərkibinə daxil olan fiziki coğrafi rayonlar Araz boyu deməli Küdri, Şirvan və Qazax Qarabağ. Bildiyimiz kimi Araz boyu Küdri, Şirvan, Qazax Qarabağ hər biri eyni vilayətin, yəni Kürdağarası vilayətinin tərkib hissəsinə aiddir. Burada Gündüz, Qafqaz, Orta Araz vilayəti, Vulkanik Yayla, Kiçik Qafqaz, Aznohur, Ceyrançöl isə Kürdağarası vilayətinə aiddir. Yəni testin düzgün cavabı A variantı oldu. 25-ci sualda Böyük Qafqaz təbii vilayətinin Rusiya Federasiyası ilə həmsərhəd olan fiziki coğrafi rayonları bilirik ki, Böyük Qafqaz vilayətinin Samur, Dəvəçi, Qonaqkənd və Zaqatala, Laçın fiziki coğrafi rayonları Rusiya ilə həmsərhəddir. Yəni testin düzgün cavabı Zaqatala, Laçın, Qonaqkənd və Samur, Dəvəçi 25-ci test tapşırığında D variantı. Kiçik Qafqaz 26-cı test tapşırığında Kiçik Qafqaz vilayəti, Kiçik Qafqaz fiziki coğrafi vilayətinin faydalı qazıntıları. Ümumiyyətlə, Kiçik Qafqaz vilayətində yanan şiis ehtiyatları yoxdur. Yanan şiis ehtiyatları Böyük Qafqaz vilayətində də Azərbaycanda almaz ehtiyatları qeyd edilmir. Mərmə ehtiyatları isə Böyük Qafqazda Qubadadır, Kiçik Qafqazda Daşkəsəndədir, bir də Orta Araz vilayətində Şərurdadır yayılıb. B variantında xörək duzu Böyük Qafqaz və Orta Araz vilayətində geniş yayılıb. C variantında neft ehtiyatları Kiçik Qafqaz vilayətində yayılmayıb. D variantı alüminit Daşkəsəndədir, dəmir filizi Daşkəsəndədir, bentonik gili Qazaxdadır, civə isə Gəlbəcər və Laçındadır. Yəni testin düzgün cavabı Kiçik Qafqaz vilayətində yayılmış faydalı qazıntılara D variantı aiddir. Kiçik Qafqazda isə neft, təbii qaz yoxdur. Ona görə D variantı. 27-ci sualda Kiçik Qafqaz fiziki coğrafi vilayəti üçün səciyyəvi olmayan faydalı qazıntılar, yanar şiis yoxdur, qaz yoxdur, xörək duzu yoxdur. Yəni testin düzgün cavabı A variantı. Civə var, balit var, mis var, balit var, yanar şiisli yoxdur, qızıl var, neft yoxdur, qaz yoxdur, alüminit var, xörək duzu yoxdur və əhəng daşı burada Kiçik Qafqaz vilayətində qeyd edə bilərik. Termal sular da ola bilər. Növbəti 28-ci sualda Pirqulu qoruğu, bu Dağlıq Şirvan, Şamaxıda yerləşir. Pirqulu qoruğu, Qızılağac, hal-hazırda Pirqulu qoruğu Şahdağ Milli Parkının ərazisinə verilmişdir. Yəni Dağlıq Şirvan Şamaxıda yerləşir. Qızılağac qoruğu Kürarazda yerləşir. Küraraz fiziki coğrafi rayonunda, İlüsu isə Qaxda, Zaqatala, Laçın fiziki coğrafi rayonunun ərazisinə düşür. 28-ci test tapşırığında D variantı. 29-cu sualda Eldar Şamı, Qızılağac, Göygöl Milli Parklarının yerləşdiyi fiziki coğrafi rayonların müvafiq ardıcılığı. Bilirik ki, Eldar Şamı Ceyrançöldə, Samux rayonu ərazisində Eldar Şamı qoruğunda, yəni Aznohur Ceyrançölə düşür. Qızılağac, bu Qızılağac Milli Parkı, Qızılağac Milli Parkı qeyd edə bilərik ki, Lənkəran rayonu, Neftçala və Masallı rayonları ərazisində Qızılağac Milli Parkı Araz fiziki coğrafi rayonuna düşür. Qeyd edə bilərik ki, bura su quşları qorunur. Göygöl isə Göygöl, qismən Goranboy və qismən Daşkəsən ərazisində Gəncə fiziki coğrafi rayonuna düşür. Yəni Eldar Şamı qoruğu Aznohur Ceyrançölə, Qızılağac Kürarazda, Göygöl isə Gəncə fiziki coğrafi rayonuna düşür. 30-cu test tapşırığında Qobustan, Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi deyil. Aridinasyon relief formaları səciyyəvidir, qış otlaqlarının olması səciyyəvidir. Rütbətli əmsalının vahidə yaxın olması dəmiyə ikinciliyi xeyr. Qobustan, Abşeronda rütbətli əmsalı vahiddən kiçikdir, 0.3, dəmiyə ikinciliyi yox, bu ərazilərdə suvarma ikinciliyi inkişaf etmişdir. Testin düzgün cavabı B variantı. Yarımsəhra quru-çöl iqlimi, palçı vulkanları Qobustan, Abşeron üçün səciyyəvidir. Yanıqların miqdarının 400 mm-ə qədər olması, Kaynazoy yaşlı suxurlar. Burada Kaynazoyun 4-cü dövr Neogen və Paleogen suxurları yayılmışdır. Rütbətli əmsalının vahiddən kiçik olması və neft qazla zəngin olması, bu da Qobustan, Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi olan bir xüsusiyyətdir. Növbəti, yarımsəhra landşaftının mövcud olmadığı fiziki coğrafi rayonlar. Ümumiyyətlə, Respublikamızda yarımsəhra landşaftının səciyyəvi olduğu fiziki coğrafi rayonlara qeyd edə bilərik ki, bu Samur Dəvəçidir, Qobustan, Abşerondur, Kürarazdır, Aznohur Ceyrançöldədir, həmçinin Küdri Şirvandadır, Qazax Qarabağ fiziki coğrafi rayonu, Arazboyu və Naxçıvanın Şəhər Ordubad fiziki coğrafi rayonunda yayılmışdır. Olmadığı ərazilər Zaqatala Lahızda yoxdur, Qarabağda yoxdur, Vulkanik Yaylada yoxdur. Yəni düzgün cavab A variantı. Samur Dəvəçidə var, C variantında Mərkəzi rayonda var, D variantında Qobustan, Abşeronda var, E variantında Arazboyda və Samur Dəvəçidə yarımsəhra quru-çöl landşaftı mövcuddur.
Növbəti 32-ci test tapşırığında yarımsərhəd landşaftının daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Respublikamızda A variantı Talış və Zaqatala Lahıcıda yarımsərhəd landşaftı geniş yayılmayıb. B variantında Qonaqkənddə və Gəncə, həmçinin Şərif fiziki coğrafi rayonunda geniş yayılmayıb. C variantında Zaqatala Lahıcıda yoxdur, vulkanik yaylada yoxdur. D variantının Lənkəranda yoxdur. Testin düzgün cavabı yarımsəhra Quruçöl landşaftının geniş yayıldığı Küdür Şirvanda geniş yayılıb, Arazı boyu və Qobustan Abşeronda düzgün yayılıb. Yəni E variantı testin düzgün cavabıdır. 30-cu test tapşırığında Kürd arası vilayətinin yayılan torpaq tipləri. Kürd arasında meşələr olmadığı üçün qəhvəyi torpaqlar yayılmayıb, sarı torpaqlar əsasən Lənkəran vilayətinə yayılıb, qonur torpaqlar Böyük Qafqazda, Kiçik Qafqazda Lənkəran vilayətinə qonur torpaqlar yayılıb. Həmçinin yenə qonur torpaqlar olmaz, buradan dağ çəmən torpaqları olmaz. Kürd arasında isə açıq şabaldı və boz çəmən torpaqları yayılmışdır. Boz çəmən həmçinin boz qonur torpaqları yayılmışdır. Məsələn, Kürd arası fiziki coğrafi rayonlarına, Kürd arası vilayətinin fiziki coğrafi rayonlarına fikir versək, Qanı Xəyrçayda düzən meşələr altında düzən çəmən meşə və ya əlüyal çəmən meşə torpaqları yayılmışdır. Acmahır Ceyrançol ərazidə tünd şabaldı və ya boz torpaqlar yayılmışdır. Qaçaq Qarabağ fiziki coğrafi rayonunda boz çəmən və açıq şabaldı torpaqlar geniş yayılmışdır. Araz boyda əsasən boz çəmən torpaqlar yayılmışdır. Küdür Şirvanda boz çəmən torpaqları, Kür arazda isə boz çəmən və boz qonur torpaqları yayılmışdır. Növbəti 34-cü sualda Qaçaq Qarabağ fiziki coğrafi rayonu üçün xarakterik deyil. Akkumulyativ relyef formaları Qaçaq Qarabağda Qarabağ və Gəncə Qazax kimi akkumulyativ relyef formaları, yəni düzənliklər mövcud, rütbətli əmsalının vahiddən böyük olması. Qaçaq Qarabağın iqlimi yarımsəhra Quruçöl iqlimi olduğu üçün bu ərazilərdə rütbətli əmsalı vahiddən böyük ola bilməz. Yarımsəhra Quruçöl iqlimi suvarma ikincisi açıq və boz çəmən torpaqları. Yəni C, D, E eyni xarakterik cavablardır. A variantı düzənlik ərazi üçün seçəlidir. B variantı isə rütbətli əmsalının vahiddən böyük olması orta dağlıq ərazilər üçün və yüksək dağlıq ərazilər üçün seçəlidir. Testin düzgün cavabı 34-də B variantı. Növbəti 35-ci test tapşırığında Orta Araz təbii vilayətinə buludluğun az olmasının nəticəsi. Orta Araz vilayətinə buludluq az olduğundan rütbətli əmsalının vahiddən böyük olması bu yanlışdır. Yağıntılar miqdarının çox olması. Bu da yanlışdır. Sukalıq amplitudunun azalması. Bu da yanlışdır. Düz günəş radiasiyasının miqdarının çox olması düzgün cavabdır. Havada bulud olmayanda düz günəş radiasiyasının miqdarı çox olur. Hava buludlu olduqda isə məsələn Lənkəranda səpələnən radiasiya üstün olur. Növbəti Qonaqkənd və Arazboyu fiziki coğrafi rayonlarının yerləşdiyi müvafiq təbii vilayətlər Qonaqkənd Böyük Qafqazda, Arazboyu isə Kürd arasında yerləşir. Böyük Qafqaz və Kürd arası testin düzgün cavabı 36-da B variantı. Tərkibində 2 fiziki coğrafi rayon olan vilayətlər bilirik ki, Kürd arasında 6 fiziki coğrafi rayon var, Böyük Qafqazda 5 fiziki coğrafi rayon var, Kürd arasında. Daha doğrusu Kiçik Qafqazda 4 fiziki coğrafi rayon, Lənkəranda və Orta Araz vilayətlərində 2 fiziki coğrafi rayon var, yəni 37-ci test tapşırığının düzgün cavabı Y variantı. Növbəti Xaltan və İlüsü mineral bloklarının yerləşdiyi müvafiq fiziki coğrafi rayonlar. Xaltan Qubadadır, yəni Xaltan Xaşırcimi mineral blokları Qubadadır, bu da Qonaqkənd fiziki coğrafi rayonu, İlüsü isə Qaxdadır, Zaqatala Lahıc fiziki coğrafi rayonuna düşür. Yəni testin düzgün cavabı Qonaqkənd və Zaqatala Lahıc fiziki coğrafi rayonu oldu. Xaltan demək, Xaltan Xaşırcimi Qonaqkənd fiziki coğrafi rayonunun ərazisinə Xaltan Xaşırcimi Qubada Qonaqkəndə düşdü. İlüsü isə Zaqatala Lahıcda yerləşdi. Yəni testin düzgün cavabı D variantı. Növbəti neft, qaz, laz zəngin olan fiziki coğrafi rayonlar. Azərbaycanda neft qaz ehtiyatlarının olduğu fiziki coğrafi rayonları Samur Dəvəçi, Qobustan Abşeron, məsələn Acmahur Ceyrançöldə perspektivli neft yataqları, Qazax Qarabağda qeyd edə bilərik ki, müalicəli neft yataqları və Mərkəzi arasında Muradxanlı Mollaşən kimi neft yataqları mövcuddur. Buradan da variantlara fikir versək, Qanı Xəyrçayda yoxdur, Qonaqkənddə yoxdur, Həkəridə yoxdur, Şərir Ordubadda yoxdur, Kür Araz və Qobustan Abşeronda neft qaz ehtiyatları zəngin. Cavab Y variantı. 40-cı test tapşırığında Qarabağ vulkanik yaylası Qarabağ fiziki coğrafi rayonunun müvafiq olaraq ən yüksək zirvələri. Qarabağ vulkanik yaylasında ümumiyyətlə vulkanik yaylanın ən uzaq zirvəsi Dəlli Dağı 3616 metrdir. Qarabağ fiziki coğrafi rayonunda isə Qarabağ Sıra dağları yerləşir. Qarabağ Sıra dağlarının ən uzaq zirvəsi Böyük Kirsli 2725. Yəni testin düzgün cavabı 40-cı test tapşırığında D variantı. 41-də Orta Araz və Lənkəran vilayətlərinin müvafiq olaraq ən yüksək zirvələri Orta Arazda Qapıcıq
zirvəsi 3904, Lənkəranda isə kömürkü 2493 metr A variantı. 42-ci test tapşırığında aznohur Ceyrançöl fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər. Aznohur Ceyrançöl fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər nədir? Ərazinin əsas hissəsində buğda və qarğıdalı əkinləri geniş yer tutur. Bu yanlış ifadədir. Aznohur Ceyrançöl arid bir iqlimə malik olduğu üçün bu ərazilərdə buğda və qarğıdalı əkinləri geniş sahəyə tutulur. Məsələn, Qanı Xəlil çayda ola bilərdi. Qış otlaqları geniş yayılmışdır. Bəli, Azərbaycanın Aznohur Ceyrançöl əsas qış otlaqları ərazilərindən biridir. Kiçik Qafqaz vilayətinə aiddir, xeyli Kürdarası vilayətinə aiddir. Yarımsəhra və arid seyrək meşə landşaftı yayılıb. Bəli, 2-4 ərazisində qoruq vardır. Bilirik ki, Aznohur Ceyrançöldə həm Türyançay qoruğu, həm Eldar Şamı qoruğu, həm də Qaryazı dövlət qoruğu yerləşir. Yəni testin düzgün cavabı 2-4-5 variant C variantı. Növbəti Qanı Xəlil çay fiziki coğrafi rayonu üçün səciyyəvi olan xüsusiyyətlər yarımsəhra quru çöl iqlimidir. Xeyr, Qanı Xəlil çayda qışı quraq keçən mülayim isti iqlimdir. Düzən meşələri inkişaf edib, bildiyimiz kimi yeraltı suların səthə yaxın olması düzən meşələrin yaranmasına səbəb olmuşdur. Yarımsəhra relyef formalarının geniş yayılması Kürd arasında yeganə fiziki coğrafi rayondur ki, yarımsəhra relyef formaları geniş yayılmayıb, bir-ikili gətirmə konusları. Bilirik ki, Qanı Xəlil çay dağdan düzənliyə çıxdığı hissədə Qanı Xəlil çayda geniş gətirmə konusları formalaşır. Ümumiyyətlə, respublikamızda gətirmə konusları daha çox Qanı Xəlil çayda, Kürdü Şirvanda, Qazax Qarabağda, Şəhər Ordubadda, Samur Dəvəçidə, Lənkəran fiziki coğrafi rayonunda qeyd edə bilərik. Subab çəmənliklərinin inkişafı, Qanı Xəlil çay düzən olduğu üçün subab çəmənliklər inkişaf eləməyib, intrazonal landşaftın olması bu düzgün cavabdır. Yəni 2, 4 və 6, 2, 4, 6 Y variantı. 44-cü test tapşırığında Orta Araz təbii vilayətinə aid olan silsilə, zirvə, çay və gölü müvafiq olaraq müəyyən edin. Orta Araz vilayətində müvafiq olaraq silsilə qeyd edə bilərik ki, bu Zəngəzur silsiləsidir. Zirvə qeyd edə bilərik ki, Zəngəzur silsiləsi, zirvə, məsələn, və yaxud Dərəliyaz silsiləsini qeyd etmək olar. Şudaq zirvəsini qeyd etmək olar. Çay, Gilan çay, göl isə Batabad gölünü qeyd etmək olar. Məsələn, Qarabağdan yan silsilə Orta Araz vilayətində yerləşmir. Dərəliyazın ən uzaq zirvəsi Camışdağ deyil, Zəngəzurda da Şahdağ zirvəsi yerləşmir. Ona görə testin düzgün cavabı Dərəliyaz silsiləsi yerləşir. Dərəliyazın ən uzaq zirvəsi Şudağ 3120 metrdir və Gilan çayı yerləşir. Qarquz dağlarla qidalanan çaydır. Qapçıqdan başlayır, həmçinin Batabad, Uçqun bənd mənşəli Şahbuz uzağında Batabad gölü yerləşir. Növbəti 45-ci test tapşırığında Tufanda, Böyük Kirs və Qızyurdu zirvələrinin yerləşdiyi müvafiq təbii vilayətlər. Tufanda Qəbələdə Zaqatala fiziki coğrafi rayonunda Böyük Qafqaza düşür. Böyük Kirs Qarabağ silsiləsinin ən uzaq zirvəsidir, Kiçik Qafqaza düşür. Qızyurdu isə Talış dağlarının ən uzaq zirvəsidir, Lənkəran fiziki coğrafi rayonları arasına düşür. Yəni testin düzgün cavabı Tufanda Böyük Qafqazda, Böyük Kirs Kiçik Qafqazda, Qızyurdu isə Lənkəran fiziki coğrafi rayonları arasına düşür. Növbəti 46-da Kürd çökəkliyi təbii vilayəti üçün səciyyəvi olan torpaq tipləri. Kürd çökəkliyində qəhvəyi meşə torpaqları yoxdur. Həmçinin Kürd çökəkliyində sarı torpaqlar yoxdur. Buradan qara torpaqlar yoxdur. Həmçinin qara torpaqlar yoxdur. Kürd çökəkliyi vilayətində boz çəmən, açıq şabaldı, boz qonur və çoran torpaqlar geniş yayılmışdır. 47-ci sualda ərazinin fiziki coğrafi rayonlaşdırması üçün istifadə olunan başlıca əlamətlər. Ümumiyyətlə, respublikamızda fiziki coğrafi rayonlaşdırma aparılan zaman landşaftdır, relyefdir, iqlimdir və geoloji quruluş xüsusiyyətləri nəzərə alınır. Testin düzgün cavabı B variantı. 48-ci test tapşırığında Böyük Qafqaz vilayətinin daha güclü zəlzələlərin baş verdiyi fiziki coğrafi rayon. Ümumiyyətlə, Azərbaycanda Böyük Qafqazda əsas Dağlıq Şirvan Şamaxı fiziki coğrafi rayonundadır. Kiçik Qafqazda Gəncə fiziki coğrafi rayonunda, Naxçıvanda isə Gündüz Qafqaz fiziki coğrafi rayonunda güclü seysmiklik baş verir. Daha seysmik olan fiziki coğrafi rayon Gündüz Qafqaz fiziki coğrafi rayonunda. 50-ci test tapşırığında Lənkəran və Kürd arası çökəklik vilayətləri üçün səciyyəvi Lənkəran və Kürd arası vilayətləri üçün səciyyəvi olmayan suvarmə əkinçiliyi inkişaf etmişdir. Bəli, bu suvarmə əkinçiliyi inkişaf etmişdir. Hər ikisində suvarmə əkinçiliyi inkişaf etmişdir. Zəngin filiz faydalı qazıntılara malikdir. Heç biri zəngin suvarmə əkinçiliyi inkişaf etmişdir. Bu hər ikisinə aid olan xüsusiyyətdir. Zəngin filiz faydalı qazıntılara malikdir.
Deməli, Lənkəran və Kür dağarası çökəkliyi təbii vilayətləri üçün səciyyəvi olmayan cəhət. Yəni, hər ikisi üçün səciyyəvi olmayan. Suvarma əkinçiliyi inkişaf etmişdir, hər ikisində inkişaf edir. Zəngin filiz faydalı qazıntılara malikdir. Bu ümumi heç birində yoxdur, ümumi olmayandır. Qeyri-filiz faydalı qazıntılara malikdir. Bu ümumi olan xüsusiyyətdir. Yarımsəhra quru-çöl iqlimi formalaşır. Bildiyimiz kimi bu Kür dağarası üçün səciyyəvidir. Ərazisində bol günəş radiasiyası alır. Bu da Kür dağarası üçün səciyyəvidir. Lənkəran və Kür dağarası çökəkliyi təbii vilayətləri üçün səciyyəvi olmayan cəhət, yəni hər ikisi üçün zəngin filiz faydalı qazıntılara malikdir. Cavab B variantı. Növbəti Orta Araz vilayətinin yarımsəhra quru-çöl iqlim tipinin Kür çökəkliyi vilayətinin eyni iqlim tipindən fərqi. Orta Arazda qışı soyuq keçən yarımsəhra quru-çöldür. Kür çökəkliyində isə qışı mülayim keçən yarımsəhra quru-çöldür. Burada Orta Araz vilayətini Kür çökəkliyindən fərqləndirən xüsusiyyət qışın soyuq şaxtalığı keçməsi. Kür çökəkliyini Orta Arazdan fərqləndirən xüsusiyyət isə qışın mülayim və rütubətli keçməsidir. Növbəti 52-ci test tapşırığında Lənkəran ovalının iqlim yarımtiplərinin Qanı-Xəzərçay iqlim yarımtipindən əsas fərqi. Bildiyimiz kimi Lənkəran ovalında yay quraq keçən mülayim isti iqlim yayılıb, Qanı-Xəzərçayda isə qışı quraq keçən mülayim isti iqlim yayılmışdır. Lənkəranda yay quraq keçən mülayim isti iqlim olduğu üçün yay ayları quraq keçir, yağıntı ilin soyuq dövründə düşür. Qanı-Xəzərçayda qış quraq keçir, yağıntı ilin isti dövründə düşür. Yayın rütubətli keçməsi yox, qışın rütubətli keçməsi. Bəli, Lənkəranın Qanı-Xəzərçaydan fərqləndirən xüsusiyyət budur ki, qış rütubətli keçir. Qanı-Xəzərçay Lənkərandan fərqləndirən xüsusiyyət isə yayın rütubətli keçməsidir. Yəni Lənkəranın Qanı-Xəzərçaydan fərqləndirən xüsusiyyət qışın rütubətli keçməsi. Düzgün cavab B variantı. 53-cü test tapşırığında Orta Araz təbii vilayətinin iqlimi kəskin kontinentallığının səbəbləri. Orta Araz vilayəti ona görə iqlimi kəskin kontinentaldır ki, hər tərəfdən dağlarla əhatə olunub. Okean və dənizlərdən uzaq yerləşməsi, hər tərəfdən dağlarla əhatə olunması bura hava kütlələrinin sərbəst daxil olmamasına səbəb olur və nəticədə kontinentallıq yaranır. Cavab 1-3-Y variantı. Növbəti Cəyən və Şollar düzlərinin müvafiq olaraq yerləşdiyi fiziki coğrafi rayonlar. Cəyən düzü yerləşir Cəyən İncə Hərəmi Arazboyu fiziki coğrafi rayonu, Şollar isə Samur Dəvərçi fiziki coğrafi rayonu, yəni testin düzgün cavabı 54-də C variantı. Növbəti Böyük düz və Gəncə-Qazax düzlərinin yerləşdiyi fiziki coğrafi rayonlar. Ümumiyyətlə Naxçıvanda Sədərək, Şərur, Böyük düz, Naxçıvan, Gürcüstan, Yayçı, Ordubad düzləri bu Şərur Orduba düşür. Gəncə-Qazax isə Qazax-Qarabağ fiziki coğrafi rayonuna düşür. Cavab C variantı. Növbəti Kür çökəkliyi vilayətindən başqa birbaşa Xəzər dənizinə tökülən çayların axdığı vilayətdə Kür çökəkliyi vilayətindən başqa Böyük Qafqazın şimal-şərq yamacının çayları Samur, Qusar, Quryal, Qaravəl, Vələ, Şabran, Gizli çayı, həmçinin Lənkəran Astara zonasında yedirilə bilər ki, Vəş çayı, Lənkəran çayı, Təngərüd və Astara çayları tökülür. Yəni Böyük Qafqaz və Lənkəran testin düzgün cavabı D variantı. Növbəti 500-600 metr yüksəklikdən 1800-2000 metr yüksəkliyə qədər yayılan landşaftlar bilirik ki, bu dağ, meşə landşaftıdır. Ümumiyyətlə, Xəzər dəniz sahillərindən təqribən 400 metrə kimi yarımsəhra quru-çöl landşaftı yayılıb, 400-800 metrdə təqribən dağ çölləri yayılıb, 700-800 metrdən 2000 metrə kimi, 2200 metrə kimi dağ meşələri, 2000 metrdən 3000 metrə kimi təqribən dağ çəmənləri, 3000-dən 3900-ə deyə bilərik ki, subnival, 3900-dən yuxarı isə Azərbaycanın nival landşaftları yayılmışdır. Növbəti 58-ci test tapşırığında Xəzər dənizindən birbaşa çıxışı olan fiziki coğrafi rayonlar. Bu qeyd edə bilərik ki, Xəzər dənizindən çıxışı olan Samur Dəvərçidir, Qobustan Abşerondur, Kür Arazdır və Lənkəran fiziki coğrafi rayonudur. Testin düzgün cavabı D variantı. Növbəti Azərbaycanda Şərq çınarının yayıldığı fiziki coğrafi rayonu və mühafizə olunduğu qoruq. Bilirik ki, Azərbaycanda Şərq çınarı Bəstçay qoruğunda Zəngilan rayonu arasında Həkəri fiziki coğrafi rayonunda qorunur. Ona görə Həkəri, Bəstçay, Şərq çınarı qorunur. 60-cı test tapşırığında coğrafi əlamətlərin aid olduğu əraziləri müəyyən edin. Yerləşdiyi fiziki coğrafi rayon ən quraq hissəsidir. Qurun suları səthə yaxın yerləşir. Çay şəbəkəsi çox zəif inkişaf etmişdir. Deməli, coğrafi əlamətlərin aid olduğu ərazini müəyyən edin. Yerləşdiyi fiziki coğrafi vilayətin ən quraq hissəsidir. Ən quraq hissəsidir deyəndə, məsələn, Kür dağarası vilayətində Qanı-Xəzərçay ola bilməz. Lənkəran vilayətində Lənkəran ən quraq ərazi ola bilməz. Sonra deyir, qurun suları səthə yaxın yerləşmişdir. Qurun suları səthə yaxın yerləşir. Cənub-şərqi Şirvanda ola bilər və çay şəbəkəsi zəif inkişaf etmişdir. Cənub-şərqi Şirvanda ola bilər.
Deməli, coğrafi əlamətlərin aid olduğu ərazi bu cənub-şərqi Şirvandır. Yerləşdiyi fiziki coğrafi vilayətin, yəni Kürdağarası vilayətinin ən quraq hissəsi ola bilər cənub-şərqi Şirvan. Həmçinin qurun suları sətə yaxın yerləşmişdir və çay şəbəkəsi çox zəif inkişaf etmişdir. Cənub-şərqi Şirvanı götürmək olar 60-cı test tapşırığında. Burada Samur dağarcığı və Qarabağ düzlərindən isə qeyd edə bilərik ki, bu ərazilərdə, yəni Samur dağarcığı Qarabağ düzlərindən Böyük və Kiçik Qafqazda formalaşan xeyli sayda çaylar gəlib keçir. Növbəti 61-ci test tapşırığında münbit torpaqların geniş yayıldığı fiziki coğrafi rayonlar. Bilirik ki, münbit torpaqlar geniş yayıldığı fiziki coğrafi rayonları qeyd edə bilərik ki, məsələn, daha geniş yayıldığı, buradan B variantında Qobustan, Abşeron münbit torpaqlar geniş yayılmaz. Həmçinin münbit torpaqlar Aznohur, Ceyran çöldə geniş yayılmaz. Araz boyda və Samur dağarcığında münbit torpaqlar geniş yayılmaz və nisbətən burada münbit torpaqlar Şamaxıda yayılar, Qonaqkənddə yayılar. Həmçinin Qazax Qarabağ fiziki coğrafi rayonunda münbit torpaqlar nisbətən geniş yayıla bilər. Yəni Samur dağarcığında boz torpaqlardır, münbit torpaqlar deyil. Araz boyda boz və onun növləri münbit deyil. Şərq Özbət Qobustanda boz torpaqlardır, münbit torpaqlar geniş yayılmayıb. Nisbətən dağlıq fiziki coğrafi rayonları götürmək olar 61-də C variantı. Növbəti Kiçik Qafqaz təbii vilayətinə aid olan silsilə, zirvə, çay və gölün müvafiq ardıcılığı. Kiçik Qafqazda baş su ayrıcı yerləşməz, Qarabağ yerləşər. Qarabağın ən uca zirvəsi Kirs, çay, məsələn, Həkəri çayı, Laçında da Qaragöl yerləşər. Xanbulaq, Lənkəran-Astarada da Hacıqabul deyə bilərik ki, Kürdağarasındadır, yan silsilə isə Böyük Qafqazdadır. Ona görə Kiçik Qafqaz vilayətində silsilə Qarabağ silsiləsi, ən uca zirvə Kirs 2725, Həkəri çayı yerləşir və Laçında vulkanik göl olan Qaragöl yerləşir. Növbəti 63-cü test tapşırığında Azərbaycanda heyvanlar aləminin daha zəngin olduğu fiziki coğrafi rayonlar. Azərbaycanda heyvanlar aləminin daha zəngin olduğu fiziki coğrafi rayonları qeyd edə bilərik ki, Gəncə və Zaqatala Lazıda heyvanlar aləmi zəngin olar ki, bu Kürdağarası və mərkəzi olan yarımsəhradır. Aznohur, Ceyran çölü yarımsəhra ərazidir. Qazax Qarabağ, Düzən yarımsəhra, Arazboyu yarımsəhra. Dağlıq ərazilərdə heyvanlar aləmi nisbətən zəngin olar. Qış otlarlarının daha geniş yayıldığı fiziki coğrafi rayonlar. Bilirik ki, Respublikamızda qış otlarları düzən ərazilərdədir. Ona görə Aznohur, Ceyran çölü və Kürdü Şirvanı götürmək olar. 65-ci test tapşırığında Böyük Qafqaz vilayətinin Rusiya Federasiyası ilə həmsərhəd olmayan fiziki coğrafi rayonları. Böyük Qafqaz vilayətinin iki fiziki coğrafi rayonu Rusiya Federasiyasına həmsərhəd deyil. Bu Qobustan, Abşerondur və dağlıq Qobustan, Abşeron və Şamaxı, yəni dağlıq Şirvan fiziki coğrafi rayonudur. Düzgün cavab B variantı. Şirvan düzünün yerləşdiyi fiziki coğrafi rayonlar Şirvan düzündə Mərkəzi Aran və Kürdü Şirvan, Küraraz və Kürdü Şirvan fiziki coğrafi rayonları yerləşir. Kürdü Şirvan, Şirvan düzünün okean səviyyəsindən yuxarı hissəsində, Küraraz isə Şirvan düzünün okean səviyyəsindən aşağı hissəsində yerləşir. Növbəti Kiçik Qafqaz təbii vilayəti üçün səciyyəvi deyil. Kiçik Qafqazda ümumiyyətlə landşaftlardan dedik ki, quruçöl, dağçöl, dağ-meşə, dağ-çəmən və subnival landşaftlar yayılır. Yəni dağ-meşə səciyyəvidir, dağ-çöl səciyyəvidir, subal, ab-çəmənlilər səciyyəvidir, yarım-səhra səciyyəvi deyil, qayalıq, subnival səciyyəvidir. Yəni testin düzgün cavabı D variantı. Növbəti 68-ci sualda Venn-Eyler diaqramına sizdən uyğunluğu müəyyən edin. Ortaraz və Kiçik Qafqaz vilayəti. Yarım-səhra Ortaraz vilayəti üçün səciyyəvidir. Dağ-meşə Kiçik Qafqaz, dağ-kserofit Ortaraz, dağ-çöl hər ikisi üçün, subnival isə hər ikisi üçün səciyyəvidir. Yəni burada hər iki vilayət üçün səciyyəvi olan 4 və 5-dir. 4-5 3-ə oxşardır. 2 Kiçik Qafqaz üçün dağ-meşələri səciyyəvidir. Orta ərazi üçün isə yarım-səhra və dağ-kserofitləri, yəni testin düzgün cavabı Y variantı. Ümumiyyətlə, landşaft tiplərinin ardıcılığından fikir versək, Naxçıvanın landşaft tipləri qeyd edirlər ki, yarım-səhra landşaftdır, ondan sonra dağ-çöldür, dağ-kserofitləridir, meşələrin əvəzinə dağ-kserofitlərdir, ondan sonra dağ-çəmən, yəni subaq, ab-çəmən, subnival və nival landşaftlar geniş yayılmışdır. Kiçik Qafqazda isə deyək ki, quruçöldür, dağ-çöldür, dağ-meşədir, dağ-çəmən və subnival landşaftları yayılmışdır. Növbəti
test tapşırığında Venn-Eller diaqramda Həkəri və Lənkəran fiziki coğrafi rayonlarının oxşar xüsusiyyətləri. Lənkəran, Həkəri. Çayları Xəzər dənizinə tökülür. Bu Lənkəran fiziki coğrafi rayonuna aiddir. Həkəri fiziki coğrafi rayonunda deyə bilərik ki, Kür hövzəsinin çaylarıdır. Sarı torpaqlar bu Lənkəran fiziki coğrafi rayonudur. Yağıntıları çayların Xəzər hövzəsinə aid olması qeyd edə bilərik ki, ümumiyyətlə Azərbaycan demək olar ki, elə bütün çayları Xəzər hövzəsinə aiddir. Ona görə birinci testi çayları Xəzər hövzəsinə aiddir. Ümumiyyətlə Xəzər hövzəsinə Lənkəran çayları Xəzər hövzəsinə aiddir. Həkəri çayları isə Həkəri fiziki coğrafinin çaylarının, məsələn Həkəri çayıdır, deyək ki, Araz çayına tökülür, Kür hövzəsinə aiddir. Sarı torpaqlar bu Lənkəran fiziki coğrafi rayonu, yağıntıları bərabər yağıntılı mülayim istiqlim bu Lənkəran fiziki coğrafi rayonuna aiddir. Kür çökəkli təbii vilayətlə sərhəddə malikdir. Kür çökəkli vilayəti ilə həm Lənkəran fiziki coğrafi rayonu, həm də Həkəri fiziki coğrafi rayonu sərhəddə malikdir. Biri 4. Zəngin, Civə və Qızıl ehtiyatlarına mövcuddur. Zəngin, Civə və Qızıl ehtiyatları bu Həkəri fiziki coğrafi rayonu üçündür. Cənub hissəsində Sərhəd çayı keçir hər ikisi. Ona görə bu test tapşırığında onda belə götürmək olar ki, deməli 4-6 cənub hissəsində Sərhəd çayı keçir, Lənkəranda Astara çayı keçir. Burada isə Araz çayı keçir. Bu oxşar oldu. 4-də Kür çökəkli təbii vilayətlə sərhəddə malikdir. Bilirik ki, Həkəri Arazboy fiziki coğrafi rayonları həmsərhədli Kür arasına aiddir. Lənkəranda mərkəzi aranla sərhəddir 4. Çayları Xəzər hövzəsinə aiddir. Bunu da götürəcəyik. Burada ümumiyyətlə Azərbaycanın bütün çayları daxil axarsız, yəni Xəzər hövzəsinin çaylarıdır. 1, 4, 6 cavab C variantı. Növbəti 70-ci test tapşırığında filiz mənşəli faydalı qalıqların daha geniş yayıldığı fiziki coğrafi rayon. Filiz faydalı qalıqlar Günnüt qapçıda yayılıb, Gəncədə vulkanik yerlərdə yayılıb, Mərkəzi aranda yayılmayıb, Samur dəvəsində Talışda yayılmayıb, Qazaq Qarabağda Nohur Ceyrançulda yayılmayıb, həmçinin Qobustan, Abşeronda və Qonaq kənddə yayılmamışdır. Növbəti 71-də Azərbaycanda bütün fəsillərdə bərabər yağıntı alan fiziki coğrafi rayon, bütün fəsillərdə bərabər yağıntı alan fiziki coğrafi rayon bu Zaqatala Lahıc fiziki coğrafi rayonlar, Zaqatala Lahıc fiziki coğrafi rayonunda bütün fəsillərdə bol yağıntılı soyuq iqlimdə yerləşir. Kiçik Qafqaz vilayətində olan Milli Park və qoruq. Milli Park Göygöl Milli Parkıdır. Göygöl, Qaragöl Laçındadır, həmçinin Bəsitçay, Zəngilan rayonu ərazisindədir. Burada yadda saxlamaq olar ki, Göygöl həm qoruqdur, həm milli parkdır. Göygöl ərazisi Gəncə fiziki coğrafi rayonu arasında düşür. Göl kompleksi Qarmaqvali, Şam, Xallı, Maral, Dağmeşə, Dağçəmən landşaftı qorunur. Qaragöl Laçında yerləşir. Dağçəmən landşaftı və göl kompleksi qorunur. Bəsitçayda isə Zəngilan rayonu arasında Həkəri fiziki coğrafi rayonunda yerləşən qoruqdur. Şərq çinarı qorunur. Ümumi torpaqların daha geniş yayıldığı fiziki coğrafi rayonlar bildiyimiz kimi Azərbaycanda münbit torpaqların daha geniş yayıldığı fiziki coğrafi rayonlara qeyd edə bilərik ki, Qobustan, Abşeronda münbit torpaqlar yayılmayıb. Həmçinin Lənkəranda ola bilər, məsələn, Aznohur Ceyrançolda olmaz, Şəhər Ordubadda olmaz. Həmçinin deyək ki, yüksək dağlıq münbit torpaqlar, əsas yaylar Azərbaycanda münbit torpaqların daha geniş yayıldığı ərazilər dediyi üçün, məsələn, götürmək olar burada Qazaq Qarabağ, Dağlıq Şirvan və Zaqatala Lahıc fiziki coğrafi rayonunda münbit torpaqlar daha geniş yayılmışdır. Növbəti 74-cü sualdan Azərbaycanda relikt endemik ağac növlərinin qorunduğu dövlət qoruğu və təbii vilayət. Ağgöl qoruğu və ya milli parkı qeyd edir. Ümumiyyətlə, Azərbaycanda relikt və endem ağaclarının mühafizə olunduğu qoruq bu Hirkan qoruğudur və Lənkəran vilayəti 3-ə C variantı A variantıdır. 75-ci test tapşırığında Zaqatala qoruğu Zaqatala Balakən rayonları arasında düşür. Böyük Qafqaz vilayəti 1-ə B. Qarayazı Kürd arası Aznohur Ceyrançulara düşür. Həmçinin Qazaq Qarabağa, Qaragöl Laçına düşür. Bu Kiçik Qafqazdır. Türyança isə Kürd arasına düşür. Burada yaxşı olar ki, variantlara baxaq. 3-ə B. 3-də Qaragöl Böyük Qafqaza düşmür. Ona görə səhvdir. 2-yə bu. Qarayazı
Böyük Qafqaza düşmür. Bu da səhvdir. 1-ə A. Bu da Kürd arasına düşmür. Səhvdir. 1-ə B. Zaqatala Böyük Qafqaza düşür. 4-ə A. Türyanca Kürd arasına düşür. Yəni testin düzgün cavabı Y variantı. Növbəti Böyük Qafqaz vilayətinə aid olan çaylar qrupu, Böyük Qafqaz vilayətinə aid olan çaylar qrupuna burada qeyd edə bilərik. Balakən çayıdır, həmçinin Kiş çayıdır və Əyri çayı. 1, 4, 6 testin düzgün cavabı C variantdır. Ərazi bütövlükdə Kür-Araz fiziki coğrafi rayonuna aid olan düzənliklər, bütövlükdə Kür-Araza aid olan düzənliklərə Muğan, Salyan və Cənub-Şərqi Şirvan aiddir. 77 C variantı. 78-də Böyük Qafqaz təbii vilayətində yarımsərhəd landşaftının geniş yayıldığı fiziki coğrafi rayonlar bu Samur Dəvəçi və Qobustan, Abşerondur D variantı. 79-da Lənkəran vilayətində çay şəbəkəsinin sıxılmasına ilə bağlıdır. Bu rütubətli subtropik iqlimdə yerləşməsi ilə, yəni bol yağıntı ilə bağlıdır Y variantı. Orta Araz vilayətinə aid olmayan xüsusiyyətlər filiz faydalı qanunlara malikdir. Günəşli saatların miqdarı bu çoxdur, doğrudur. İqlimi kəskin kontinentaldır, doğrudur. Suvarma əkinçiliyi inkişaf edib, doğrudur. Meşə landşaftı geniş sahibdir. Orta Araz vilayətində meşələr geniş yayılmamışdır. Həmçinin qonur torpaqlar yayılmır və mülayim isti iqlim şəraitində Orta Araz mülayim isti iqlim tipi yoxdur. Hansı təbii vilayətlər üçün yarımsərhəd landşaftı xarakterikdir? Ümumiyyətlə, Respublikamızda yarımsərhəd landşaftı Böyük Qafqazda var, Kürd arasında və Naxçıvanda yarımsərhəd landşaftlarına rast gəlinir. Yarımsərhəd landşaftlarına rast gəlinmir Lənkəran vilayəti və Kiçik Qafqaz vilayətində yoxdur. Lənkəran vilayətində əsasən düzən meşə, dağ meşə, dağ çöl və dağ kseroidləri geniş yayılmışdır. Kiçik Qafqazda isə quru çöl, dağ çöl, dağ meşə, dağ çəmən və subnival landşaftları yayılmışdır. Ona görə yarımsərhəd xarakterikdir Böyük Qafqaz, Kürd arası və Naxçıvan. Cavab olur Kürd arası və Orta Araz vilayətində yarımsərhəd xarakterikdir. Kiçik Qafqaz, Lənkəranı, Kiçik Qafqazı və Lənkəranı atmalıyıq variantlardan. 82-ci test tapşırığında Lənkəran təbii vilayəti üçün səciyyəvi olmayan əlamət Azərbaycanda ən çox atmosfer yağıntı düşür, doğrudur. Çaylar yağış yeraltı sularla qidalanır, doğrudur. Boz şoran torpaqlar, bu yanlış fikirdir. Filiz faydalı qanıtlar yoxdur. Kaynazoriyasının poligen suları üstündür, bu da doğru fikirdir. Növbəti 83-cü sualdan çay şəbəkəsinin zəif inkişaf etdiyi fiziki coğrafi rayon bu yarımsəhra olmalıdır. Qobustan, Abşeron və Aznaxur, Ceyrançu. Növbəti Azərbaycanda şoranlaşma prosesinə daha çox məruz qalan fiziki coğrafi rayonlar, şoranlaşma daha çox məruz qalacaqlar düzən fiziki coğrafi rayon yarımsəhralarda Qobustan, Abşeron, Kür-Araz və Kürdü-Şirvan 1, 3, 5 variant Y variantı. 85-ci test tapşırığında Orta Araz təbii vilayətində yerləşən dağ silsilələri və zirvələri. Orta Arazda yerləşən silsilələrə aiddir Zəngəzur və Dərəliyaz silsilələrə aiddir. Zəngəzurda qeyd edə bilərik ki, Zəngəzur Dərəliyazdır, Zəngəzurda Qapıcıq, Dərəliyazda isə Küçüdağ zirvəsi. Növbəti 86-cı test tapşırığında Qonaqkən aiddir Böyük Qafqaza, Kürdü-Şirvan, Kürçökəkliyinə, Şəhər Ordubad isə Orta Araza, yəni düzgün cavab Y variantı. 87-ci sualda Xanbulan, Sərsəng və Ceyranbatan sonbarları. Xanbulan Lənkəranda yerləşir. Sərsəng Tərtər, indi Ağdərə rayon ərazisində, yəni Kiçik Qafqaza düşür. Lənkəran deməli Xanbulan Lənkərana düşür, 80 Kiçik Qafqaza, Ceyranbatan Böyük Qafqaza düşür. 88-ci sualda landşaft qurşaqlarının daha çox olduğu vilayətdən landşaft qurşaqları daha çox Böyük Qafqaz və Kiçik Qafqazda landşaft qurşaqları çoxdur. Burada Kürd arasında olmaz, Lənkəran olmaz, Lənkəran olmaz. Orta Araz vilayətinə aid olmayan cəhətdə hər tərəfdən xarici ölkə ilə əhatə olmuşdur. Aid olanda meşələr geniş yayılmışdır. Orta Arazda meşə yoxdur. 2. Kürd arası çökəkliyi vilayəti ilə həmsərhəddir. Bu da yanlış fikirdir. 2-3. Çayların qidalanmasında buzlaqların rolu böyükdür. Bu yanlış fikirdir. Böyük Qafqaz vilayəti 2-3-4 iqlimi kəskin kontinentaldır və polimetral ehtiyatları malikdir. Bəli, doğrudur. Yəni 1, 5, 6 doğrudur. Aid olmayanları soruşur. Aid olmayanlar 2-3-4 variant Y variantı. Növbəti 90-cı test tapşırığında antropogen landşaftlarının geniş yayıldığı fiziki coğrafi rayonlar. Antropogen landşaftlar daha çox düzən fiziki Zaqatala Lazıda olmaz. Qarabağ vulkanik əlada olmaz. Həmçinin Zaqatala Lazıda olmaz. Qazax, Qarabağ, Lənkəran və Samur ərazisində antropogen landşaftlar geniş yayılır. 91-ci test tapşırığında Böyük Qafqaz vilayətinin şimal-şərq cəmiyyəti üçün səciyyəvi olan xüsusiyyətlər. Çaylar birbaşa Xəzərə tökülür. Bəli, Samur, Qusar, Qudyal, Vəlvələ, Şabran, Gilgil, Ata çayları hər biri Xəzərə tökülür. Vulkan relief formaları geniş yayılmışdır. Yanlış fikirdir. Qonur meşə torpaqları. Bəli, meşələr altına fıstıq vələs meşələr altına qonur meşə torpaqları yayılır. 1-3 zəngin filiz. Bu ərazilərdə filiz yoxdur. Rekreasiya ehtiyatları çoxdur. Bəli, burada
meşə, mineral bulaqları, həmçinin Xəzər dənizi rekreasiya ehtiyatları var. Ali denudasiyon relyef formalarda Qobustan, Abşeron, Acınoxud, Zeyrançol və Naxçıvanda geniş yayılmışdır. Yəni biri 1-dir, biri 3-dür və 5. 1-3-5 Böyük Qafqazın şimal-şərq yamacı üçün səciyyəlidir B variantı. Növbəti Acınoxud, Zeyrançol fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər iqlimi kəskin kontinentaldır. Azərbaycanda iqlimi kəskin kontinental olan Naxçıvanda ali denudasiyon relyef formaları, yarımsəhra iqlimi, neft qaz ehtiyatlarının olması, Acınoxud, Zeyrançolda perspektivli neft qaz ehtiyatları var. 2-3-4 variant B variantı. Növbəti Kür-Araz fiziki coğrafi rayonlarda olan xüsusiyyətlər Ağgöl, Şirvan və Qızılağac milli parkları yerləşir. Bəli, burada Ağcabədi, Beyləqan rayonları arasında Ağgöl su quşları qorunur, Şirvan milli parkı və qoruğu yerləşir. Həmçinin Ağgöl milli parkı və qoruğu, Qızılağac milli parkı yerləşir. Bir doğrudur. Yayı quraq, qışı rütubətli olan mülayim isti iqlim yox. Burada yarımsəhra iqlimi yayılır. Birdir xüsusiyyətin. Növbəti minerallaşmış qurun suları səthə yaxındır, doğru fikirdir. Qərb hissəsində maqmatik, şərq hissəsində metamorfik, ümumiyyətlə çökmə suxurlarının təşkil olmuşdur. Kaynazoyun çökmə suxurları da 1-3-5. Qara və tünd şaballı torpaqların yaranması üçün əlverişli şəraitin olması. Burada qara torpaqlar, şaballı torpaqlar ümumiyyətlə Kür-Arazda, yəni qara torpaqlar və şaballı torpaqlar yayılmayıb. Burada düzgün cavab qeyd elədik ki, 1, 3 və 5-ci cavab 1, 3, 5 cavab A variantı. Növbəti 94-dən Lənkəran və Orta Araz təbii vilayətlərini bir-birindən fərqləndirən, Lənkəran və Orta Araz təbii vilayətlərini bir-birindən fərqləndirən cəhət İranla həmsərhəd olması oxşardır, kəskin kontinental bu fərqlidir. 2. Meşə massivləri, bu da fərqli xüsusiyyətdir. Lənkəranı Orta Arazdan, kəskin kontinental isə Orta Araz Lənkərandan fərqləndirən xüsusiyyətdir. Filiz vaytalı qazıntılarla zəngindirlər. Bu Orta Araz Lənkərandan fərqləndirən xüsusiyyətdir. Yəni Lənkəranda filiz yoxdur, Orta Arazda mövcuddur. 2 fiziki coğrafi rayona bölünür, oxşardır. 1 ilə 5 oxşar olsa da 2, 3, 4 Y variantı bir-birindən fərqləndirən xüsusiyyətdir. Acınoxud, Zeyrançol fiziki coğrafi rayonuna aid olan xüsusiyyət ərazisində buğda və qarğıdalı bu Qanıxəri çayı aid etmək olar, qış otlarına yayılır. Çay göl şəbəkəsi sıxdır. Xeyr, burada ali də ərazi olduğu üçün çay göl şəbəkəsi seyrəkdir. Quru çöllər və yarımsəhralar yayılıb. Bəli, 2-4 ərazisində Eldar Şamı, Ardıc, Saqqız ağacı mühafizə olunmuş qoruqlar var. Eldar Şamı qoruğunda Ardıc ağacı, Ardıc və Saqqız ağacı isə Tüyançay dövlət qoruğunda qorunur. Yəni testin düzgün cavabı 2, 4, 5 A variantı. Növbəti 96-cı test tapşırığında Kür çökəkliyi vilayətinin mənimsənməsini asanlaşdıran amillər bir qışın mülayim şaxtası keçməsidir. Məhsullar qara torpaqlar yoxdur. Qara torpaqlar Şamaxıda İsmayıllardır, Gədəbəydədir, Xocavənd rayonlarındadır. Düzən relyef, bəli, 1-3. Qar örtünün qalın olması, bu yanlışdır. Çay şəbəkəsinin sıx olması, bu da yanlışdır. Fəal temperaturlar cəminin çox olması, bilirik ki, Kürd arasında fəal temperaturlar cəmi 10 sesdən yuxarıdır. Biri 6-dır, biri 1-dir, biri də 3-dür. Bu xüsusiyyətlər 1-3-6 Kürd arasının mənimsənməsini asanlaşdırır D variantı. 97-də Qobustan, Abşeron fiziki coğrafi rayonu üçün səciyyəvi olan cəhətlər meşə ehtiyatları yaxşı təmin olunmuşdur. Bu yanlış fikirdir. Çayları yayda quruyur, bəli, kör mənsəbli çaylar adlandırırlar. 2. Zəngin filiz yataqlarının olması. Bu ərazidə filiz yox, qeyri-filiz və yanacaq faydalıdır. Qazıntılar geniş yayılıb, ali denudasiyon relyef formalarının geniş yayılması doğru fikirdir. 2, 4. Palçın vulkanlarının olması, bu da doğrudur. 2, 4, 5 variant B. Vulkan məşəli suxurlarının üstünün olması, bu yanlış fikirdir. Növbəti 98-də Lənkəran və Orta Araz vilayətinin oxşar xüsusiyyəti 2 fiziki coğrafi rayona bölünürlər. Doğrudur. Respublikamızın ən isti və ən quraq vilayətidir. Bu yanlış fikirdir. İranla həmsərhəddir. Oxşar xüsusiyyətdir. 1-3. Eyni landşaft tiplərinə malikdir. Bu yanlışdır. Takserofitləri isə oxşar xüsusiyyətdir. 1, 3, 5. Lənkəran və Orta Araz vilayətlərinin oxşar xüsusiyyətləridir. Növbəti 99-cu sualda aqroiqlim ehtiyatları əkinçiliyə daha geniş imkan verən fiziki coğrafi rayonlar. Aqroiqlim ehtiyatları əkinçiliyə daha geniş imkan verən, məsələn, Qarabağ vulkanik yaylası olmaz, Qonaqkənd olmaz, Gəncə olmaz, Qarabağ, Talış olmaz, Günnüt, Qafıcı olmaz. Düzən ərazilər, Kür-Araz, Qazax, Qarabağ və Kürdü Şirvanda aqroiqlim ehtiyatı 10 sesidən yuxarıda və əkinçiliyə imkan verir. Növbəti Kür-Araz ovalığı üçün səciyyəvi olmayan əlamətlər, Kür-Araz ovalığı üçün səciyyəvi olmayan alçaq düzənlik olması, şərq hissəsi okean səviyyəsindən aşağıda yerləşməsi doğrudur, aid olandır. Denudasiyon düzənlik deyil, akkumulyativ düzənlikdir.
Çox hissəsinin hündürlüyü 200-400. Yəni denudasyon yox, akkumulyativdir. Çökmə suların üstünü təşkil etməsi doğrudur. Quru subtropik iqlimə malik olması doğrudur. Hündür və sıx bitki örtüyü burada hündür və sıx bitki örtüyü səciyyəvi deyil, yarım səhra olduğu üçün 2-4 filiz faydalı qazıntılar yox, qeyri-filiz və yanacaq faydalı qazıntılar üstünlük təşkil edir. Aid olmayan 2, 5, 6 cavab A variantı. Və beləliklə biz Azərbaycanın fiziki coğrafi rayonlaşdırmasından ilk 100 test tapşırığının izahatını verdik. Əgər test tapşırıqlarının izahatını bəyəndinizsə səhifəmizə abunə olun, öz şərhlərinizi yazmağı unutmayın. Diqqətinizə görə sağ olun.